Freud nə deyirdi? Biz nə zaman xoşbəxt oluruq? Nə zaman? Həzz alanda. Aha. Həzzi necə alırıq? İstədiklərimizi həyata keçirəndə. Onda soruşum sizdən. Hər dəyişim bizə xoşbəxtlik vəd edirmi Lalə xanım? Düzgün dəyişim, hər dəyişim yox. Bəs düzgün olduğunu hardan bilək? Düzgün dəyişim nədir? Düzgün dəyişim belə bir şeydir. Vaxtilə Freud deyirdi ki, insanlar idlərinin, yəni şuuraltının istədiyi hər şeyi eləsələr, onlar dünyada xoşbəxt olarlar və heç vaxt nevroz yaşamazlar. Və bunu əlində bayraq tutan bir qrup gənc 1964-cü ildə İngiltərədə hippilər hərəkatını başlatdı. Aha. Hippilər hərəkatını, yəni ki, hippilərdə məlumatınız var. Azad həyat tərzi və s. Bunlar çəkildilər meşələrə və dedilər ki, biz sosial normaları, cəmiyyətin normalarını, qaydalarını, bizə qadağa olunan, istəklərimizin qarşısına keçən hər şeydən imtina edirik. Və nə baş verdi? O baş verdi ki, bu insanlar azğınlaşmağa başladılar və ağlınıza gəlməyəcək hər şey eləməyə başladılar. Həqiqi mənada. Bu, hətta insesə qədər gedib çıxacaq bir vəziyyət aldı. Nəticədə həmin gənc qruplarından bir neçəsi intihar elədi, bir çoxu daha doğrusu intihar elədi, qalanları isə ağır vəziyyətli dispanserlərə yerləşdirildi. Səbəb insanın bir qayda qanunu var. Biz sivilizasiyada doğulmuşuq. Nə qədər istəsə də 100% istədiklərimizi eləyə bilmərik. Yəni 100% senzurasız davranış eləyə bilmərik. Hər dəyişim heç də xoşbəxtlik gətirmir. Deyil. Bugün insanları inandırırlar ki, sən senzurasız davranmalısan. Bugün ürəyindən nə keçirsə onu eləməlisən. Amma xəbərləri yoxdur ki, bəlkə də xəbərləri var, bilərəkdən eləyirlər, bilməyəkdən eləyirlər. İnsan bir şeyin yanlış olduğunu bilə-bilə inanc yeridilib ki, bu davranış yanlışdır. Kimsə çıxır səni inandırmağa çalışır ki, bu davranış doğrudur. Və sən ona dediklərinə uyursan və içində xəvə istək var sənin. Həmin o istəyin dalıca gəlirsə 3 gün xoşbəxt olursan. 3 gündən sonra sənin inancların sənə baskı eləməyə başlayır. İnanc, cəmiyyət falan yox ha, özün-özünə baskı eləyirsən. Və bir müddətdən sonra sən artıq ağır depressiya yaşamağa başlayırsan. Bəli. Xoşbəxtlik mütləq şəkildə uzlaşmış şəkildə baş verməlidir. Mən nə istəyirəm, hal-hazırda bunu eləmək istəyirəm, bunu eləyirəm, bu xoşbəxtlik deyil.